Şimali Kipr Türk Cumhuriyyətinin qurulmasının 42-ci il dönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə əvvəlcə Mustafa Kemal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin, eləcə də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində həlak olmuş hərbçilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın dövlət himni və İstiqlal marşı səsləndirilib. Tədbirdə çıxış edən Şimali Kipr Türk Cumhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuq Turqaner xalqımızı və qəhrəman Azərbaycan ordusunu 5 il əvvəl qazanılmış Qarabağ zəfəri münasibəti ilə təbrik edib. Prezident İlham Əliyevin liderliyi ilə birlik olan Azərbaycan xalqının şanlı qələbəsi bizim üçün böyük fəxr mənbəyidir. Hem üzüntülüyüz, Türk milletimizin üzüntüsünü, acısını paylaşıyoruz. Bir kez daha Allah'tan rahmet diliyoruz bütün şehitlerimize. Kuzey Kıbrıs Türk Cumhuriyeti 42 yaşında ve Bakü'de bunu geçirmek bizim için tabii ki önemli. Kardeş Azerbaycan'dayız. İki ülke arasındaki ilişkiler her yıl daha da inkişaf etmekte. Biz bunun daha ileriye götürülmesi için çalışıyoruz ve çalışmaya devam edeceğiz. Ülkemizin, devletimizin egemenliği önemli bizim için. Eşit haklarda savunulması çok önemli. Azerbaycan'da da Cenab-ı Prezident İlham Aliyev'in Kuzey Kıbrıs Türk Cumhuriyeti'ne verdiği destek çok önemli. Biz bir kez daha bunun için teşekkürlerimizi sunuyoruz. Daha sonra çıxış edən Azərbaycan Şimali Kipr Türk Cumhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev bildirib ki, Kipr Türkü sülh və əmin-amanlıq yolunda müstəqillik mübarizəsini qətiyyətlə davam etdirir. Düşünürəm ki, olduqca əlamətdar bir hadisədir. Sözün əsl mənasında qürur verici bir anlar yaşanmışdı 40 il bundan qabaq Türk dünyasının və bildiyiniz kimi Şimali Kipr Türk Cumhuriyyəti də Türk dünyasının bir parçasıdır. Xüsusilə də nəzərə alsaq ki, Türk Dövlətləri Təşkilatında da kifayət qədər fəal iştirak edir müşahidəçi qismində, amma müşahidəçi olmağına baxmayaraq siz fikir versəz, hətta sonuncu belə Qəbələ zirvə toplantısında da belə Şimali Kipr Türk Cumhuriyyəti ən yüksək səviyyədə təmsil olunmuş və Türk dünyasının bir parçası olaraq Türk dünyasının inteqrasiya olunması və daha da həmrəy olması istiqamətində çox vacib bir addımlar atan bir respublikalardan biridir. Bu da təbii ki bizi sevindirir. İki ölkə arasında bildiyiniz kimi çox sıx münasibətlər mövcuddur və parlamentlər arası əlaqələrə də diqqət yetirsək biz görərik ki, burada çox ciddi, intensiv əlaqələrin inkişaf etdirilməsi istiqamətində çox vacib təşəbbüslər baş verməkdədir. Digər tərəfdən də bildiyiniz kimi humanitar sahədə çox sıx əlaqələr var. Elmi, mədəni müstəvidə də təmaslar kifayət qədər dərindir və düşünürəm ki, bunlar hamısı bütövlükdə Türk dünyasının daha da bütövləşməsi istiqamətində atılacaq addımlar üçün çox ciddi əsas yaradan amillərdir. 2025-ci ili Azərbaycan və Kuzey Kıbrıs əlaqələri tarixində ən tarixi bir il kimi qiymətləndirirəm. Belə ki, həm dövlət səviyyəsində ictimai birliklərin əlaqələri, turizm sahəsində, təhsil sahəsində olduqca vacib tədbirlər həyata keçirildi və qarşılıqlı səfərlərin sayına görə də qeyd edə bilərik ki, digər illərlə müqayisədə çox böyük bir uğurlara imza atıldı və təbii ki, bu bir başlanğıcdır. Bu yeni bir səhifənin başlanğıcıdır. Amma 26-cı ildə daha böyük hədəflərə doğru bu əlaqələrin inkişafında və qarşılıqlı fəaliyyətlərdə və 3-cü Türkiyə kimi və Türk dövlətlərində keçirilən tədbirlərin, layihələrin, gəzlərə yönəlik fəaliyyətlərdə çox iddialıyıq və maraqlıyıq ki, bu əlaqələr ildən ilə daha böyük bir əhəmiyyət kəsb etsin və konkret olaraq turizm əlaqələrinə gəldikdə isə qeyd edə bilərik ki, yəni Kıbrıs bir cənnət adasıdır və Azərbaycanlıların ən çox sevdikləri bir istiqamətdir. Bu yolda da Türkiyə həmkarlarımızla bərabər biz çeşidli fərqli
turizm məhsulları hazırlamışıq və inanırıq ki, 26-cı ildə təqribən Kıbrıs əhalisinin heç olmasa bəlli bir sayını Azərbaycana dəvət edə biləcəyik. Çıxışlardan sonra tədbir ziyafətlə davam edib. Mətanət Əliyeva, Sahib Səfərov, TV1.